Kəlbəcər şəhərində inşa olunan 524 ailəlik yaşayış kompleksində 4 mərtəbəli 6 bina tikilib. Hər binada 2, 3 və 4 otaqlı olmaqla 27 mənzil var. Bundan əlavə yaşayış kompleksində townhouse tipli 2 mərtəbəli, hər biri 3 otaqlı olmaqla 39 fərdi evdə inşa edilib. Hər bir detal sakinlərin rahatlığı və müasir həyat standartları üçün hesablanıb. Həyətdə 2 övladının əlindən tutub məktəbdən gələn Telman Xudayarovla qarşılaşırıq. O, bizi böyük səmimiyyətlə evinə dəvət edir. Çay süfrəsi arxasında davam edən söhbət köçkünlük illərinin ağrılarını və bugün doğma yurda qayıdışın sevincini əks etdirir. Elə bir şəfalı cənnət diyarı. 32 ildən sonra biz qayıtmışıq bu torpaqlara. Bunun sevincini hələ də yaşayırıq. Allah cənab prezidentimizi qorusun. Allah qazilərimizə şəfa versin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Biz çox xoşbəxtik ki, Azərbaycan Kəlbəcər rayonu işğaldan azad olub. Qeyri-rayonlarımız da işğaldan azad olubdur. Bunlara min şükür edirik. Hər gün dua edirik ki, nə yaxşı torpaqlarımız azad olmuşdur. Hamısı şəhidlərimizin sayəsindədir. Bu günlər burada xoşbəxt yaşayırıqsa, uşaqlarımızla xoşbəxt azad gəziriksə, biz çox xoşbəxt insanlarıq. Tarixin bu xoş anlarını biz də yaşaya bildik. 32 il qocalar evində yaşamışdıq. Bizə müvəqqəti sığınacaq verdilər. Yataqxana idi, orada qaldıq. Heç xəyalımıza da gəlməzdi ki, bir gün Kəlbəcər alınacaq, biz burada olacağıq. Bugün şükür ki, Kəlbəcərdəyik. Telman Xudayarovun sözlərinə görə ailəsinin borcu uşaqlarına yaxşı təhsil vermək və onları Kəlbəcəri yenidən yaşadan nəsil kimi böyütməkdir. Bu arzu əslində bugün Kəlbəcərə qayıdan hər bir ailənin ortaq amalıdır.